Bugün də funksiyaya aid möhtəşəm bir sualın izahı gəlir sizin üçün. Nə deyir bizə? Deyir y bərabərdir kx plus b funksiyasının qrafiki ordinat oxunu, deməli 0 alt nöqtəsindən kəsir və B1 1,7 C3 13 nöqtələrindən keçən düz xəttə paralel olarsa k b-ni tapın. Biz əvvəlcə gəlin b-ni tapaq. Deməli y bərabərdir kx plus b funksiyasında aparaq bu nöqtələri yerinə qoyaq. Biz bilirik ki, burada x-imiz 0, y-imiz 6-dır. Yəni k vurulsun 0 üzərinə gəl b bərabərdir 6. Buradan b-nin 6 olduğunu gördük. Keçək indi k-nı tapaq. K-nı da düsturunu yazsam, k bərabərdir y2 çıxılsın y1 bölünsün x2 çıxılsın x1. Buradan da y2 yəni 13 çıxılsın 7 bölünsün x2 3 çıxılsın 1 bərabərdir 6 bölünsün 2, o da eləyəcək 3. Deməli k-mız 3, b-miz 6. K vurulsun b bərabərdir 6 vurulsun 3. Cavabımız olacaq 18.